Yayımı Baksel'in dəstəyi ilə izləyirsiniz. Bugün AFFA'nın inzibati binasında İcra Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub. 2016-2017-ci il mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərar İcra Komitəsinin 13 iyun 2016-cı il tarixində keçiriləcək iclasında qəbul olunsun. AFFA, PFL və lisenziyalaşdırma qrupu 1-ci diviziondan idman prinsiplərinə uyğun olaraq Premyer Liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı iyunun 13-nədək araşdırma aparıb İcra Komitəsinə təqdim etsin. Rafiq Mirzəyevin U17 Azərbaycan yığmasının, Mirbağır İsayevin U16 Azərbaycan yığmasının, Milton Louis Ziller Junior'un futsal üzrə Azərbaycan milli yığmasının, Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunsun.